2025-ci ilin Santa Fe'sidir. 1.6 motor hibridli limiteddir. 3146 mil yol gedib. Deməli 68.500 dirhəmdən aksiyonda satışdadır. 360 kamerası da var. 68.500 dirhəm eləyir hardasa 18.700, 18.800 dollar. Start qiymətidir maşının. Deməli açarsız girişidir. 360 kamerası da. Avtomobil tam hazır vəziyyətdədir. Təmir olunub. Zədəsi olubsa, təmir olunub. Yenə də VIN kodla yoxlayıb, Carfaxını çıxardıb, keçmişinə baxa bilərik. Deməli, Type-C çıxışlardır, simsiz şarjdır, avtomobil də işlə vəziyyətdədir. 5166 kilometr. Yürüyüşləndir, qoşa panoramik tavandır. VIN-i kimə maraqlı olsa buyursun. Bu VIN-i ilə də yoxlaya bilərik. Koja elektron sideniyalardır. Bu günləri avtomobil aksiyonda satışdadır. Kimə maraqlı olsa yazsın, ətraflı yoxlanışdan keçirdək, alaq. Yəni bu avtomobil burada təmir olunub. Nə dərəcədə zədə ilə gəlib ona baxmaq lazımdır. Deməli, arxa pərdələri də var. Arxa pərdələri də var. Bu gün aksiyonda satışdadır. Arxa klimat kontrol. Tam hazır vəziyyətdədir də. Ximsiskaya qədər olunub maşın.